Bütün təşkilatlar üçün, istər özəl olsun, istər dövlət təşkilatları olsun, vacib olan 2 kitab yenicə nəşr eləmişik. Birinci, arxiv işinin təşkili və idarə olunmasıdır. Burada Milli Arxiv Fondu, arxiv işlərinin idarə olunması, idarə arxivləri necə formalaşır və s. sənədlərin dəyərinin ekspertizası, bütün bu məsələlər barəsində ətraflı bir şəkildə arxiv işlərinin təşkili və idarə olunması kitabı. İkinci bir kitab isə kargüzarlığın təşkilidir. Bu da bütün müəssisələrə çox vacibdir. Burada istər beynəlxalq kargüzarlıq, istər yerli kargüzarlıq və bu kargüzarlıq işləri necə aparılır, kargüzarlıq xidmətinin təşkili, idarə edilməsi, məlumat arayış sənədləri, aktların idarə etmədə rolu və rəsmiləşdirilməsi, kadr kargüzarlığı və s. Bütün təşkilatlar, əgər işinizi etibarlı, səliqəli görmək istəyirsinizsə, mütləq bu kitabları əldə edin.